Salam, əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. İran İslam Respublikasından apokaliptik olaraq günün baş verən hadisələri fonunda İranda məşhurlaşmış qəhrəmanlıq və müqavimət mahnısına, hətta dünyanın bəzi yerlərində məşhurlaşmış bir mahnıya çəkilən klip vasitəsilə Amerika və Siyonist rejimin gələcəyini göstərdi. Biz bugün istəmirik təhlil verək həmişəki proqramlarımızdakı kimi. Sadəcə bilin ki, artıq bunker siçovulları və onların başında dayanan Netanyahu Epstein məsələlərinin də fonunda və bugün gedən və son təhlillərdə də qeyd etdiyimiz kimi İranın qüdrətli şəkildə diplomatik arenada qələbəsi ilə davam edən müzakirə, ki, əlbəttə formal müzakirədir, məsələlərinin də fonunda Netanyahu cingiltisi daha da çoxalıb və bu yaxınlarda Amerikaya özü də hərbi naziri ilə birlikdə səfər etməyə çalışır. Hava hücumlarının komandanı ilə səfər edəcək və bu səfərin məqsədi Siyonist medialarda bu olaraq bildirilir ki, İranın niyə görə ballistik raketləri müzakirə olunmur və bu raketlərin uçuş məsafəsinin məhdud olunması da gərək müzakirə olunsun. Sizcə niyə Netanyahu siçovulu və bu quduz rejim bu qədər ballistik raketlərdən çəkinir İranda olan? Məxsusən də son günlərdə, hətta mən gördüm Azərbaycanda da Siyonlara bağlı bəzi medialarda, sosial platformalarda İranın bu Xürrəmşər 4 raketi 2000 kilometr uçuş mənzilli və müxtəlif manevr qabiliyyətlərinə malik və ağır döyüş başlıqları daşıya bilən raketindən bu raketin təqdimatını göstərdilər. Bundan sonra Siyonist rejim daha da əl-ayağa düşür. Nə üçün bunları ballistik raketlər narahat edir? Dönün 12 günlük iyun ayında baş verən 6-cı ayda döyüşə baxın 2025-də. Təl-Əvivin 12 gün ərzində İran tərəfindən 10-15 il bundan öncənin qədimi köhnə raketləri ilə 1/3 hissəsi Təl-Əvivin yerlə yeksan olmuşdu. Bu siçovulların səsi buna görə çox çıxır. Açığı budur. Və bilirlər ki, o raketlər İranda 10 minlərlədir. Bildikləri budur. İndi isə klipi sizin xidmətinizə təqdim edirik. Əlbəttə qeyd edək ki, bu klipi biz mahnısı bir neçə müddətdir məşhur olub, amma klip yeni çəkilib süni intellekt vasitəsilə. Bu klip əgər necə deyərlər, son dönəmlərdə çarəsizlikdən əl-ayaq çalan və prestiji gündən günə düşən qərb medialar və siyonistlər tərəfindən birdən götürülmüş olsa və qadağan etmiş olsalar bizim bu kanalımızda, Telegram kanalında mütləq inşallah yayımlayacaq. Və bu da nəzərinizdə olsun ki, Rıza Kazemi bu kanalımız ki, bilirsiniz, bundan öncə 3 kanalımızın 3-ünü də şikayət edib bağlatdırmışlar düşmən cəbhəsi. Bunu bir ilə yaxındır vurmuşuq. Əgər bu kanala da bir problem olsa, Rıza Kazemi 7-7 kanalı inşallah açacaq ki, reklamını da çalışacaq bu proqramdan sonra yerləşdirək. İndi isə sizi klipə baxmağa dəvət edirik. Bu çıxışımızı, kanalımızı ümumiyyətlə çox paylaşın
və bu çıxışı, bu proqramı daha çox paylaşın. Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik. علی‌ام رو ببین، فاتح جنگ رو ببین، صدای زنگ رو شنیدی، خشم تفنگ رو ببین، اقتدار رو ببین، هوا فضا رو ببین، هجوم این سجیل های در شکار رو ببین. وقت شکار، زمین در غبار، خیبر شکن به تاز و ببار، در این کار و زار پای الفراد فاتح و فتاح میرسد، دوران سلطه اسدالله میرسد، دارد صدای منتقم از راه میرسد. ریشه ظلم یهودو بزن، هرچی بودو بزن، بود و نبودو بزن، بوم بوم تلاویو، هرچی میل ذوالفقاره بزن، زدی دوباره بزن، وقت اقتدار بزن، بوم بوم تلاویو. یا علی معنی لا قوة الا بالله، علی ماشاءالله، علی ماشاءالله. یا علی علم به دست کیست غیر از آقا، علی ماشاءالله، علی ماشاءالله. به اذن صاحب ما مهدی زهرا، بزن ماشاءالله، بزن ماشاءالله. فرمانده کل قوا، فرمانده کل قوا، سلام ای ضربان غیرت ما. فرمانده کل قوا، فرمانده کل قوا، حافظ پرچم و خاک و عزت ما. فرمانده کل قوا، فرمانده کل قوا. طوفان بخوان تا میدان بخوان، ای ایران بخوان، ای ایران. نگاهت از ایران به دور آمریکا، یه شرور میپاشید در غرور انشاءالله. خیابان از ظلم تو خون یک کشور لاله گون، اما تو سرنگون انشاءالله. این پایان بازیه، این پایان بازیه، نفرین به تجزیه، نفرین به تجزیه. تو آشوب و اختشاش، تو آشوب و اختشاش، نقشه کشت سازیه، نقشه کشت سازیه. اعتقاد نیستم اون که رسانه دشمن ازم میخواد، نیستم خونه به دوش، نیستم ایران خونه من، وطن فروش نیستم. پرچمو ببریم بالا بالا، سلام نظامی حالا حالا. پرچمو ببریم بالا بالا، سلام نظامی حالا حالا. فرمانده کل قوا، فرمانده کل قوا، سلام ای ضربان غیرت ما. فرمانده کل قوا، فرمانده کل قوا، حافظ پرچم و خاک و عزت ما. فرمانده کل قوا، فرمانده کل قوا.